Herkese salam. Gəlin sizə kiçik bir hekayə danışım. Bu hekayənin baş qəhrəmanı elə məhz mən özüməm. Demək olar ki, bir il idi, həm biznes, həm sənət fəaliyyətimi dayandırmışdım. Hətta bir daha qayıtmayacağımı düşünürdüm. Amma həyat gözlənilməzdir. Tanrının bizim üçün hansı planları qurduğunu heç vaxt əvvəlcədən bilmək olmur. Mənim üçün də məhz belə oldu. Bir gün özümü yenidən işimin başında tapdım. Bu qədər fasilədən sonra yenidən stok qurmaq, yeni layihəni həyata keçirmək üçün məkan tapmaq, müqavilələr, hazırlıqlar, açılış, bütün bunlar həm zehni, həm də fiziki olaraq ağır idi. Amma geri çəkilmədim. Əzmlə irəlilədim. Cəmi bir ayın içində bütün çətinliklərə baxmayaraq 2 böyük layihəmi ərsəyə gətirdim. 7 noyabrda 10 illik sənət yolumun hesabatı olan ilk fərdi sərgim Kalibrinin gücü və Aslanın Museum qalereyasının açılışını etdim. Bir gün içindəki sevinç yaşadım. Bu yol çətin oldu. Amma çətinliklərdən keçmədən insan bərkimir, güclənmir. Bu sadəcə bir başlanğıcdır.